müasir zaman olduğuna baxmayaraq, görürsən ki, ata ya ana qızını məcburi ki, məsələn, evləndirir. Deyir, mən sənə uşaq vaxtı söz vermişəm, falan ki, evlənməlisən, ailə qurmalısan. Olub, mən fərdi seanslarında görmüşəm ki, deyir, mən 14 ildir, 15 ildir, 16 ildir, məcburi şəkildə bu kişini yaşayıram. Bunu atam seçib. Atam deyir ki, dostumun oğludur, filan kəsdir, bunlar imkanlı ailədirlər, yaxşı ailədirlər. Sən belə getməlisən. Getməsən, sənin adında qızım yoxdur. Getməsən, daha mənə danışma gələn. Başlayır buna. Atada problem var. Problem atadadır. Bunu psixoloji təzyiqlər göstərməyə, hətta bəziləri zorla məcbur eləyir, zorakılıq göstərir. Sən bunu ailə qurmalısan. Qız da deyib ki, ey bax da atam deyib bunu mənə məcbur eləyib, mən atamın sözünə çıxmamışam. Getmişəm ailə qurmuşam, amma sevməmişəm bu insanı. Mənim tipim deyil də, mənim istədiyim adam deyil. İndi üstündən 10 il keçib, 15 il keçib, deyir, indi ayrılmaq istəyirəm. İndi mən bunu yaşaya bilmirəm. Gedir ayrılır. Amma yenə də bunu həll eləmək olar. Yəni bu problemi həll eləmək olar. Əgər istəsə, psixoloji metodlarla həll eləmək olur.